Deyirəm həqiqətən də hamını maraqlandıran bir sual var. Bu Python'da enkapsülyasiya var ya yox? İllər boyu compile və interpretator dünyasının həqiqətən də mübahisəli bir məsələsidir enkapsülyasiya. Bugün o məsələyə gəlin baxaq. Qocaşılar, salamlayacaqsınız. Bugün Python proqramlaşdırma dilində hər kəsi maraqlandıran, həddən ziyadə internet dolu və mübahisəli bir məsələ olan enkapsülyasiya mövzusuna maraq göstərək. İnanmalısınız, amma həqiqətən də proqramlaşdırma dünyası bölünüb iki hissəyə. Bir hissəsi deyir ki, Python'da enkapsülyasiya yoxdur, digəri isə deyir ki, var. Belədir ki, yaxın durun. Çox maraqlı mövzu bizi gözləyir. Encapsulation in Python getdik. Gəlin kodda yazmağa keçid almadan qabaq ümumiyyətlə enkapsülyasiya nədir onu danışaq. Sonra da kodda daha aydın şəkildə görərik. Məsələ ondadır ki, mən bundan sonra nəyin açıq, nəyin gizlin olduğunu müəyyən edə biləcək bir imkandır enkapsülyasiya. Sanki evi təmsil edək. Məsələn, bir ev var və evin içində otaqlar sayı heç də az deyil, amma elə otaq var ki, mən qapısını bağlamışam və ora ancaq açar yiyəsi və yaxud da ki, mən icazə verdiyim kəslər daxil ola bilər və orada otaqda olanlardan yararlana bilər. Amma digərləri açıqdır. İstənilən kəs müəyyən açıq olan otaqlara rahatlıqla keçid ala bilər və yaxud da ki, orada olanlardan istifadə edə bilər. Mənim işim ondan ibarətdir ki, mən bildirim nə icazəlidir, nə icazəli deyil. Mən öz söhbətlərimin birində OP dünyasına dair ayrıca maraqlı bir video yaratmışam və orada bir çox məqamları enkapsülyasiya daxil vurğulamışam və hətta enkapsülyasiyaya dair belə bir misal da vermişəm ki, təsəvvür edin, restorandır, düzdürmü? Mən bir sifarişçi kimi, mən bir klient kimi, mən bir restorana daxil olan kəs kimi gedib otururam mənə icazəli olan yerdə. Mən aydın məsələdir ki, gedib oranın rəhbərin otağına keçid ala bilmərəm. Mən birbaşa mətbəxə də keçid ala bilmərəm, düzdürmü? Mən gəlmişəm mənə aid olan sahədə oturub orada öz dostlarımla müəyyən bir vaxt keçirib təamlardan yararlanmağa. Amma deyək ki, yemək istəyirəm, düzdürmü? Mən mətbəxə getmirəm o yeməyi sifariş etmək üçün. Arada sən demə mənim istəklərimi mətbəxə ötürən var. Bax, o kəs mətbəxə daxil olma icazəsi var, amma mənim yoxdur. Və onun vasitəsilə mən yeməyi sonda əldə edirəm və məhz elə bu imkan enkapsülyasiyanı təmsil edən imkandır. Sən demə, elə yerlər var ki və elə imkanlar var ki, obyektin özü yararlanıb dəyişə bilər. Amma elə şeylər var ki, obyekt həmin dəyərlərə istər atribut olsun, İstərsə də metod olsun, fərq yoxdur. Onlara əli çatmamalıdır deyə imkan var. Baxın, bunların hamısı bir yerdə enkapsülyasiya deməkdir. OP dünyasında bu çox ciddi bir mövzudur və bunu bilmək mütləqdir. O ki, qaldı Python proqramlaşdırma dilində enkapsülyasiya var ya yox, bu həqiqətən də hər kəsi maraqlandıran mübahisəli bir məsələ və sualdır. Cavab verim. Python proqramlaşdırma dilində enkapsülyasiya var. Mən digər dilləri də bu kanalda tədris edirəm. PHP proqramlaşdırma dilini Koziyaz kanalında deyirəm. Baxın, PHP-də həqiqətən də çox ciddi şərtlər altında təşkil olunmuş bir imkandır enkapsülyasiya. Necə ki, başqa kompayl dillərə baxsaq, C dili, Java dili elə həmin PHP-də olduğu kimi çox ciddi bu məsələyə baxır. Amma Python hər şeydə fərqlənir və enkapsülyasiyada da həqiqətən də fərqlənir. Pythonda bir çox işlər convention, razılıq üzərində təşkil olunur və böyük şərt altında təşkil etməsə də, amma var. Gəlin bunu kodda görək. Mən artıq redaktordayım və gəlin başlayaq. Biz həqiqətən də belə bir mübahisəli məsələyə aydınlıq mütləq gətirməliyik və enkapsülyasiyaya dair OP dünyasında 3 əsas məqam var. Birincisi, hər hansı bir məlumat, atribut, metod fərq eləmir. Danışacağımız nədirsə, açıq şəkildə olmalıdırsa biz ona public deyirik. Və həqiqətən də obyekt və hətta class fərq eləmir. Bu ikisi də sözü gedən istər atribut, istər metod, hər şey əli çatır və dəyişə də bilir. Buna biz public deyirik. İkincisi, protected. Protected o deməkdir ki, əslində
o yaranan obyektin daha məlumata əli çatmayacaq. Amma klasslar arası əgər irsiyyət, miras nədir? İrsən ötürülən atribut, irsən ötürülən metodlar necə təşkil olunur bilirsinizsə, bu deməkdir ki, protected olan məlumat məhz elə klasslar arası tanına bilir, dəyişə bilir, amma obyektin həmin məlumata əli çatmayacaq. Bir də var, private, haçan məlumat, baxın bu əsasdır, nə miras olaraq, inheritance yəni, nə miras olaraq ötürülə biləcək klasslar arası, nə də ki, obyekt əli çatıb onu dəyişə biləcək. Private, yalnız yaradılan klassın içində yaranıb, içində də müəyyən olunub dəyişə bilir. Başqa klasslar və obyekt əli çatmayacaq və onu dəyişə bilməyəcək. Baxın, bu əsas məqamdakı bunu bilmək lazımdır və gəlin mən bir klass yaradım və orada bu məqamları göstərim. Mən istəyərəm özümüzdən bir klass yaradaq, görək nələr edə bilərik və orada enkapsulyasiya nə üçün lazımdır, hansı səbəblə düşünürük, onu göstərim və klass, məsələn deyək ki, user adında bir klass yaratmaq istəyirəm Python'da və birbaşa initdə bütün işlərimi görmək istəyirəm. Ona görə də def və init yazıram. Güman edirəm ki, bunların hamısını bilirsiniz və bir user'ın nə olmalıdır? Məsələn, adı olmalıdır, doğum tarixi, e-mail və s. və ilaxır. Amma name və age desəm, məncə burada bəsdir, çünki qalan şeyləri mən elə init içində təşkil edəcəm və biləcək ki, ayda bu nə maraqlı bir mövzuymuş və belə self.name bərabərdir name, belə bir yazım nə üçün yazıram? Bunu artıq bundan qabaqki mövzularda bilirik. Self.age bərabərdir age və hətta bundan sonra birbaşa gedim, mən deyim ki, user bir obyektini yaradıram, user class üzərindən və birbaşa demişəm ki, ad və deyək ki, yaş mütləq vurgulanmalıdır. Ona görə bura Javad yazıram və deyək ki, yaşı 23. Deyək, niyə də yox. Və print deyim, burada deyim ki, user1.name nədir görmək istəyirəm və run edirəm. Javad. Möhtəşəm. Amma aydın məsələ ki, user-dirsə login və şifrəsi də olacaq. Bunları başqa cürdə təşkil etmək olar, amma mən elə initin içində göstərim, əsas mənanı, məğzi görərsiniz. Sonra artıq peşəkarcasına bu işləri görəndə artıq biləcəksiniz ki, bunu necə kənardan da təşkil etmək olar, amma initin içində yazıram. Deyirəm ki, self.login, artıq logini özüm burada içərdə, daxildə formalaşdırıram. Necə? Deyirəm ki, aydın məsələdir ki, mən əslində name str desəm və gedib age, məsələn, integer desəm və bu artıq mənə daha rahat olar. Burada deyim ki, name nöqtə və lower. Mən həmişə belə bir şey yazsam, məni çox tezliklə redaktor anlayar və mənə stringin metodlarını yazmağı təşkil edər. Beləliklə mən neylədim? Login necə formalaşır? Adı, amma hamısı balaca hərflə. Belə bir şey düşündüm mən. Bir də şifrə. Niyə də şifrə olmasın? Amma pass yazmırıq, password sözünü yazırıq. Çünki pass rezerv sözüdür. Python'da self.password bərabərdir password. Password yox, üzr istəyirəm. Elbəm onu da ötürmüşəm. Neyniyəcəm? Gəlin belə bir şey deyim. Məsələn, deyim ki, qoy, deməli, şifrə belə olsun. Adı, düzdürmü? Niyə də yox? Çox maraqlı bir formada format quraq. Deyim ki, deməli, olsun adı, düzdürmü? Sonra aşağı xətt və yaş. Belə bir şey, düzdürmü? Qoy belə də olsun və hətta gedim, sözü gedən bu kəsin birbaşa login informasiyasını görüm. Javad. Tamam. Və bir də gedim, şifrəsini görüm. Password. Bunu da run edim. Eyvallah. Şifrəsini gördüm. Amma mənə lazımdır ki, obyekt nəyi görür görsün, amma şifrəni görməsin. Yəni obyektin belə bir şey istəməməliyəm. Bax, bunun üçün də enkapsulyasiya lazımdır. Gəldik, çıxdıq mövzunun ən maraqlı şirin yerinə. Haçan doğrudan da ki, ayda şifrəni, axı şifrədir də adı üstündə. Bunu obyekt bilməməlidir, görməməlidir. Ondan yararlana bilər daxildən. Məsələn, necəsə işi qurmalıyam. Onun üçün
protected mənası var, public mənası var, private mənası var. Amma belə aşikar formada obyekt mənim şifrəmi görməməlidir. Və getdik. Məsələ ondadır ki, mən belə bir şeyə şərait qurmamalıyam. Onun üçün də Python proqramlaşdırma dilində protected, private, public sözləri yazmırıq. Əksinə, burada sadəcə aşağı xəttlərlə çox maraqlı bir işlər görürük. Əgər hər hansı bir element istəyirəmsə private olsun, onda iki aşağı xətt mənə bəs edir burada yazmağa. Bu mənə name mangling yaradır. Haçan adlar doğrudan da ki burada başqa bir formada yaşayır Pythonda və mən o deməkdir ki, burada indi bu saat hətta user bir password desəm, run eləsəm, yazsam error alaram. Deyək ki, password adında heç nə yoxdur. Düz deyir. Düz deyir. Həqiqətən də yoxdur. Amma iki aşağı xətt yazsam burada, belə bir çağırışla cəhd eləsəm, nə olsun orada yazılıb iki xətt, yəqin burada da iki xəttlə çağıra bilərəm, run edirəm, evvələ. Baxın, bu əsas məqamdır. Mən private şəraitini burada qurmuş oldum. Enkapsulyasiya Pythonda var. Amma sadəcə əslində biraz da fərqli işlər görsəm, yenə password, iki aşağı xətt password dəyərinə əlim çatacaqdır. Amma o düz deyil. Convention var, razılıq var. Biz iki aşağı xəttlə yazırıq private elementləri və heç cür onlara əlimiz başqa formada çatsa da toxunmuruq. Deyəcəksiniz ki, yaxşı, bəs indi password'ini necə görüm və əlim ona necə çatsın və ya onu dəyişmək istəyirəmsə nə edim? Çox maraqlı bir məqamdır əslində. İndidən deyim, biz password'ı görmək istəyirsə heç vaxt onun qarşısındakı iki aşağı xəttdən imtina etmirik. Yox, əksinə biz bildik ki, password'a belə əli çatmaz və çatmamalıdır. Amma yenə deyirəm, əgər çox ürək istəyirsə mən onu göstərə bilərəm. Password necə görünə bilər, amma biz heç vaxt yazmırıq elə şeyi. Mən burada göstərə bilərəm. Əslində obyekt üzərindən klasa keçid ala bilərəm. Hətta birazdan tək aşağı xətt nədir onu da görə bilərik. Gəlin burada yazım user, sonra iki aşağı xətt və elə burada password desəm, baxmayaraq ki artıq mənə vurğulayır ki belə olmamalıdır. Run eləsəm Javad 23 görərəm. Amma kimsə belə yazmaz, kimsə buna toxunmaz. Sadəcə həmin dəyişənmə yol necə təşkil olunur Pythonda onu göstərdim, amma kimsə belə yazmır ki. İndi nə etmək istəyirəm? Buranı yığışdırım. Sən demə şifrəni görmək istəyirəmsə, ən doğru yolu def, məsələn, show password yazaram, düzdürmü? Və gedib deyərəm ki, return, mən private olduğuna görə bu user klassından başqa heç bir klass onu görə bilməz. Miras olsa belə, irsi şərait qurulsa belə, amma bunun içindəki mənim əlim çatır özünə self.2 aşağı xətt və password deyə bilirəm. Belə bir şey deyə bilərəm. Onun dəyərini mənə qaytar show password istənilsə. Və baxaq görək ki, nə edə bilərəm. Deyim ki, print və burada deyim ki, user 1.show password. Bu qədər. Belə bir şey yaza bilərəm. Belə bir şey təşkil edə bilərəm. Bir fikir verin ki, obyekt onsuz da bilmir. Heç siz də bilmirsiniz ki, mən şifrəni hansı dəyişən adı altında gizlətmişəm. İki aşağı xətt nə? İndi mən password adı ilə sadəcə, indi bu saat hamı bilir ki, password olun. Bəlkə onun adını dəyişəcəm, beləliklə kimsə bilmir. Sadəcə bir dənə əlim çatan show password adında metod var. Onu çağırsam, voilà. Nə gözəl, nə möhtəşəm. Belə əlim çatır. Belə əlim çatır. Onu həqiqətən də dəyər olaraq əldə edə bilərəm. Dəyişə bilmirəm, amma əlim ona çatır. Və çox maraqlıdır ki, belə bir şey də göstərim. Onsuz da gələcəyinə həqiqətən də çox maraqlı kod yiyəsi olacaq. Və Python proqramlaşdırma dilində dekoratorlar üst səviyyədə çox böyük bir biliyə sahib olmaq istəsənsə, mən Pythonu əla bilirəm demək istəsənsə, dekoratorlarla gözəl işləmək şərtdir. Və built-in dekorator var, property. Çox gözəl bir dekoratordur. O mənə nə şəraiti qurur? Sən yazdığın metod atributa dönə bilir. Yəni onu da çağırma, mötərizələrini yazma. Sanki yuxarıda adresi yazmısan ki, self.show password.
bərabərdir və nəyəsə və onu çağırırsan. İndi fikir verin ki, mən daha bunu heç göstərmirəm kiməsə, bu metoddur. Mən birbaşa göstərirəm ki, bu sadəcə atributdur. Necə ki, user bir name deyib nəticəsinə baxmırıq, düzdürmü? Eyni zamanda biz Python'da birbaşa deyirik ki, show password. Heç ruhumuz da incimir. Sadəcə run eləsəm, voilà, property adında dekorator bizə o şəraiti qurur. Kimlər dekorator nədir bilmirsə, Python'da dekorator mövzusuna dair Kocazda video var, dərs var. Mütləq baxın, beləliklə buna baxayıq. Mən özüm üçün nə maraqlı imkan və şərait Python proqramlaşdırma dilində qura bilirəm. Həm metodu atributa çevirə bilirəm, həm də o metodun içində obyektin əli çatmayan, private olan deməli atributa yönəlib onun dəyərini əldə edə bilirəm və ümumiyyətlə çox maraqlı addımlar yiyəsi oluram. Bax, bu enkapsulyasiyadır. İndi isə daha da maraqlı bir istək gəlir. Mən bir istifadəçi kimi şifrəmi dəyişmək istəyirəm. Bu və ya digər səbəbdən. Çox maraqlıdır. Məsələn, ondakı user bir obyektin 2 aşağı xətt password-a əli çatmır ki, birbaşa dəyişsin. Name-i dəyişə bilərəm, age dəyişə bilərəm, amma password dəyişə bilmərəm və heç vaxt mən bundan qabaqki kobudcasına yazdığım aşağı xətt user 2 aşağı xətt password-a heç yönəlməyəcəm də. Sadəcə Python elə qurulub ki, mən istəsəm əlim ona çatar da, amma heç vaxt ondan istifadə etməyəcəm. PHP proqramlaşdırma dili olsaydı, ya C ailəsindən, ya da ki Java dilinin özü olsaydı, mən private elədimsə ona heç öyrənim çatmazdı. Amma bu Python'dır və sadəcə yolunu sizə göstərdim. Elə etməmək naminə də indidən vurğuluyuram. Mən nə edim ki, şifrəni dəyişim? Baxın, show password necə təşkil olunursa, şifrəni dəyişmə də elə təşkil oluna bilər. Show password nə oldu? Bir gəlin izahını verim. Sən demə, açıq bir, əl çatan bir metod yaradıram. Amma içində bağlı atributlara, bağlı işlərə yönələ bilirəm. Nə gözəl, bayaq show password-ı görə bilirdim, düzdürmü? İçində isə əslində bağlı əlim çatmayan bir dəyəri göstərə bildim. Eyni zamanda həmin şeyi mən burada da edə bilərəm. Def change password deyə bilərəm, düzdürmü? Və gedərəm hətta daha maraqlı olsun deyə deyərəm ki, ey şifrə yiyəsi, birinci köhnə şifrəvi de mənə, təsdiqlə, ondan sonra yenisinə dəyişə bilərəm. Məsələn, alqoritmin belə olsun, niyə də yox? Deyim ki, old password mənə ötürməlisən, bir də dəyişmək istədiyim new password-ı da mənə de. Ondan sonra mən gedim yoxluyum, amma içəridə artıq bağlı olan elementlərlə işləyəcəm. Metodun özü açıqdır, əl çatımlıdır, amma içində bağlı əməliyyat gedib. Bax, bu OOP dünyasıdır, bax, bu enkapsulyasiyadır. Və gedib deyərəm ki, deyəm bir dəqiqə yoxlayım, görüm hələ self və 2 aşağı xətt password əgər həqiqətən də bərabərdirsə, sən mənə ötürəcəyin old password-a əgər bərabərdirsə, old password-a məhz o zaman, bəli, gedib onu dəyişə bilərəm, problem deyil. O self password bərabərdir, gələcəkdə mənə ötürəcəyin new password, problem deyil. Hətta təsdiqləmək üçün bu əməliyyatımı mən return true deyə bilərəm. Amma aydın məsələdir ki, iş nəsə düz deyilsə, mən deməliyəm return false. Bu qədər. Məncə çox maraqlı bir metod yazdım və fikir verin ki, içi çox maraqlıdır ki, bağlı elementlərimi tətbiq edib nəticə əldə edə bilirəm. Və getdik. Mən indi istəyərəm ki, birinci print yazın, user1 və show password. İlk birinci görmək istəyirəm ki, gəlin biraz yuxarı qaldırın. İlk birinci görmək istəyirəm ki, mənim şifrəm nədir? Cavad aşağı xətt 23. Kopyaladım. Tamam. İndi isə gedib dəyişmək istəyirəm onu. Demək istəyirəm ki, user1.change password və elə buradaca mən sadəcə köhnə şifrəmi yazıram və gəlin belə deyək. Mən köhnə şifrəmi burada yazıram və yenisinə kodi, elə kodi olsun, kodi yazmaq istədim. Kodi yazım, bu qədər. Və indi bu saat yenə də nə etmək istəyərəm? Həmin bunu
aşağı salıb user password-ı yenə yoxlatdırmaq istəyirəm ki, baxım görüm ki, həmin user password-ın şifrəsi dəyişdimi, onu mənə show password-dan təsdiqləsin və run edirəm. Cavad 23 idi, oldu Kodi. Nə gözəl. 2 açıq metod gör necə bağlı mənim private elementlərinə işləyə bildi. Çox maraqlıdır, həddən ziyadə. Amma gəlin deyək ki, burada mən 23 əvəzinə 22 yazıram və sadəcə run edirəm və görürəm ki, yox, dəyişənmədi. Dəyişə bilmədi. Çox maraqlıdır və beləliklə bundan sonra həmişə bax belə bir imkana mütləq şəkildə yönələcəyik. Biz private elementlərimizlə həmişə belə də yararlanırıq. Amma private məsələn nəinki, bir fikir verin, private nəinki atribut ola bilər. Məsələn metodun özü də ola bilər. Gəlin qarşısına 2 aşağı xətt qoyaq və indi bu saat hətta gəlin bir anlıq bu 2 sətri mən götürüm buradan və indi bu saat run eləsəm evvela heç nə işləmir, görmür. Aydın məsələdir ki, mən sadəcə gəlin bilə-bilə, bəlkə də məndə bu klass mexanizmin içində bir neçə əməllər və əməliyyatlar private olaraq qalmalıdır və heç cür çöldən çağırılmamalıdır. Amma klassımın içində çağırıla bilər. Sən demə, əgər mən şifrəni dəyişə bildimsə, gəlin burada sadəcə elə buradaca gedim return true əvəzinə, hətta heç yeni sətrə ehtiyacım da yoxdur, gəlin belə eləyim. True əvəzinə deyim getsin, ondansa show password-ın self .2 aşağı xətt show password-ın nəticəsini çağıtdırsın. True verməsinə birbaşa şifrəni versin. Niyə də yox, bu da mənim maraqlıdır. Və beləliklə mən hətta sizə göstərəm ki, metod da ola bilər, private atribut da ola bilər və hətta hansısa açıq mənim metodumda bağlı atributa və bağlı private olan atribut və metoduma yönələrəkdən çox maraqlı iş görə bilirəm. Sadəcə burada təzdən bir fikir verin ki, əvvəl götürdüyümü, gəlin bunu buradan yığışdırım. Artıq bir fikir verin ki, mənim change password-ın içində mexanizm ilə qururum ki, show password işləyəcək. Yəni, həm dəyişəcəm, həm də şifrəni görəcəm. Gəlin baxaq. Və indi bu saat run edirəm və burada yəqin ki print verməliyəm, düzdür. Gəlin belə deyək, mən bunu printin içində verim və getdik, run edim. Evvela, password yanlışdır. Niyə? Çünki Cavad, bir fikir verin ki, Cavad 22'dir. Amma gedib 23 edim, bir fikir verin ki, indi bu saat məndə artıq işləyəcəkdir. Amma false gördüm. Zarafat deyil. İstəyirdim əslində birinci şifrəni görəm, sonra false görəm. Amma unutmuşam ki, bayaq onu dəyişmişdim. Cavad 23'ü Kodiyə dəyişirəm. Düzdürmü? Printin içində verəm ki, çünki return'du ikisi də və run edirəm. Kodi dəyişdi. Nə gözəl, nə maraqlı. Mən hər şey edə bilərəm, amma söhbət sadəcə hansı metodu və hansı atributu mən private edirəm və hansı səbəblər. Söhbət budur. Bunu biləndən sonra, hiss edəndən sonra OP dünyasında peşəkarsınız. Mən istəyirəm biraz da protected-dən danışaq və anlayaq ki, həqiqətən də Python proqramlaşdırma dilində yazı stilində mütləq razılaşma var. Razılıq deyirik ona, convention deyirik. Biz aramızda anlayırıq 2 xətt yazanda nəyi nəzərdə tuturuq, tək xətt yazanda nəyi nəzərdə tuturuq. Protected bütün atribut və metodlar əgər mən qorunmasını istəyirəmsə tək aşağı xəttlə yazılır və obyektin eyni zamanda klassın da əli çatır. Baxmayaraq ki, başqa dillərdə obyekt protected elementə əli çatmamalıdır və çatmır da. Amma Python'da razılıq var. Aşağı xəttlə yazılıbsa, onu artıq biz klassların içində irsi olaraq istifadə edirik. Və demək olar ki, heç obyektə o qədər də yönəlmirik. Obyektdə onun atribut və metodlarında çağırışında aşağı xətt istifadə etmirik. Edə bilərik. Baxın, ən çox da bu nöqtədə compile dünyasında olan proqramçılar Python'da olan vəziyyətdən razı qalmırlar. Compile'da
Java'da, C'də və bu kimi dillərdə ciddi olaraq sən protected elementinə əlin çatmayacağı və onu heç görə də bilməyəcəksən obyekt vasitəsilə. Amma Pythonda bu mümkündür. Məhz bu təzad yaradır dillərə keçid və OOP dünyasını Pythonda tanımada. Amma biz ki bilirik nəyi, nə üçün, nə vaxt edirik. Ona görə belə bir şeylər razılıq əsasında hər şey həll olunur. Məsələn, ondadır ki, məsələn, age mənim dəyişənim əslində rahatlıqla protected oluna bilir. Aşağı xətt. Mən bunu gördümsə və belə bir kod mənə başqasından gəlsə, biləcəm. O proqramçı age istədi ki, protected olsun, qorunan olsun və bu deməkdir ki, həm user klassında, həm də deyək ki, user klassı başqa klasslarla bərabər isi bir deyək ki, ötürmədə olsa, age orada dəyişilə biləcək, istifadə edilə biləcək, amma çölə çıxmamalıdır məsələn. Bunu edə bilərəm. Gəlin amma iş prinsipini göstərim sizə. Print deyim ki, user bir nöqtə və aşağı xətt əslində age deyə bilərəm, soruşa bilərəm. Run eləsəm 23 gələcək. 2 aşağı xətt kimi güclü deyil. 2 aşağı xətt kimi error verdirmir. Xeyr. Amma razılıq var, proqramlaşdırma siyasəti var. Özdəki əgər C dünyasından gəlmişsinizsə, compile dünyasından proqramlaşdırma dilindən gəlmişsinizsə, sizə protected-ə ehtiyac olacaq. Amma nədənsə açıqdır. Narahat olmayın. Kimsə nöqtə aşağı xətt çağıran da deyil. Bu siz eləyirsiniz. Əslində compile dünyasında da belə bir məcburiyyət olmasaydı, hamı razılıqla bilərdi ki, nə etmək lazımdır. Biz də Pythonda bunu bilirik. Amma məsələ ondadır ki, mən əslində age deyə çağıracağam. Gəlin nöqtə age yazım. Belə bir şey çağırmaq istəyəcəm, amma belə bir şey yoxdur. Aşağı xətt age var, bu yoxdur. Tamam. Yenə də deyirəm, bu mənə mane olmur ki, deyək ki, burada hardasa yazım show, gəlin belə deyək, show age, düzdürmü? Belə bir şey yazım və return sadəcə self nöqtə aşağı xətt age, belə bir şey deyə bilərəm və gedərəm age əvəzinə show age deyərəm və beləliklə daha düzgün olar anlamaq ki, bu qorunub. Bu əslində obyekt tərəfindən çağrıla bilməməlidir. Python bunu edə bilir. Niyə? Çünki onda məcburi yoxlama yoxdur. Çünki compile dünyası birinci hər şey yoxlayır, sonra icrada nəticəni alır. Interpretator dünyası icra zamanı hər şeyi təşkil edir. Tamam, bildim. Hətta gedib nə edərəm? Mənə rahat olsun deyə, hətta gedərəm burada, özüm deyərəm ki, gəlin burada bir enter vurum və deyim ki, property. Bu qədər. Və mənə bu bəsdir. Mən nəysə düz yazmadım. Property. Və mənə bu bəsdir əslində. Bəsdir nəyə? Sözü gedən protected olan elementə sadəcə atribut olaraq yönəlim. Kimsə bilmir ki, bu atribut deyil əslində və run edirəm, eyvallah. Çox maraqlı, çox gözəl işlərdir. Mən burada irsi heç bir iş görmürəm. Yəni, artıq miras nədir bilirik və mən nə etsəm də anlayıram ki, aşağı xətt əslində hər yerdə, hətta obyekt tərəfindən görünür, amma bizlər bilirik. Aşağı xətt age ancaq klasslar içi istifadə olunacaq, klasslar içi dəyişəcək və çöldə heç çağırılmayacaq. Bu ən düzgün yoldur. Mən istəyərəm private olan elementin həqiqətən də başqa klass tərəfindən görünür, görünmür, onu bilmək istəyirəm və gəlin çox xırda bir deməli klass yazım və o getsin, sadəcə bağlansın irsən userə və görək, belə bir irsiyyət, belə bir miras mənim üçün nə təşkil edər. Baxın, burada hardasa aşağıda mən userdən sonra birbaşa yazıram class, məsələn deyək ki person yazım, nə fərqi var və birbaşa bəli, mirası təşkil edə biləcək mötərizəni açım, deyim user. Artıq miras nədir mən bilirəm və beləliklə mən içini yazmıram. Userdə nə varsa mənə ötürülməlidir bir mənalı olaraq və indi nə etmək istəyirəm? Sadəcə bir fikirlə böyük iş görməyəcəm ki, burada user əvəzinə
person yazsam, əslində hər şey əvvəlki kimi işləməlidir. Yəni show age desəm, əslində görməliyəm və həqiqətən də ötürülüb, ötürülməyib, mirasda hər şey düzgün təşkil olunur. Görmək istəyirəm. Onsuz da mən person classın içində heç nə yazmamışam. Ellipsisdən başqa heç nə yazmamışam. İndi bu saat sadəcə belə bir halda run eləsəm 23'ü gördüm. Əla, özü property şəklində də show age göstərir. Gəlin deyək ki, age yazıram və run edirəm. Yenə də 23 gəlir, amma mən bunu etmərəm axı. Mən bunu heç vaxt etmərəm. Çağırmaram obyektdən bunu. Çünki bu bir daxili tərbiyə, razılıqdır. Amma deyim ki, show password var idi userdə. Onu görə bilərəmmi? Cavid 23 görürəm. Amma password'ın özünü artıq mirasın içindəyəm ha. Yəni, person userdən hər şey alır. Amma görək, belə bir şey görə bilərəmmi? Password. Getdik. Run edirəm. Eyvallah, error alıram. Həqiqətən də əli çatmır. Nə möhtəşəm, nə maraqlı. Beləliklə, sən demə, mən artıq anlayıram ki, bu necə işləyir, nədir, nə deyil. Və deyək ki, person içində ancaq yazıram. Def change, bir fikir verin ki, def change age. Belə bir şey yazmaq istəyirəm. Heç nə də demirəm. Hətta dəyər olaraq, gəlin burada age bərabərdir 12 birbaşa elə burada yazım, o qədər də vacib deyil mənə. Amma self nöqtə aşağı xətt age, əlim çatırmı ona, bərabərdir age. Belə bir şey yazsam bəsdirmi? Və sadəcə user change age deyəcəm, düzdürmü? Birinci dəyişirəm, 12 onsuz da dəyişmiş olacaqdır. Amma gedib yoxlamaq istəyirəm. Yəni, gəlin printdə deyim ki, hətta bunu heç printə verməyim, çünki bu artıq heç ehtiyacı da yoxdur. Amma burada deyim ki, print user bir nöqtə neydi orada ilahi? Show age. Mən biləm ki, bu nədir? Və run edim. 12, evala, möhtəşəm. Bir fikir verin ki, nə maraqlı işlər görmüşəm. Mən person'ı user'ə dəyişsəm və run eləsəm error alaram. Error mütləq alaram. Change age user'də yoxdur. Person'da var. User'dən başqa şeylər miras olaraq irsən ötürülüb. Hə, sən demə OP dünyasını belə tanıyıb, belə yazıb, belə bilmək nə gözəldir. O qədər səhv edəcəksiniz və o qədər səhv etməlisiniz ki, bu işin gözəl peşəkarı olasınız. Amma sizə göstərdim. İrsi məqamda da miras olaraq mən nələr edə bilərəm və nələr etməliyəm. İstər protected, istərsə də private dünyasında enkapsulyasiya anlamında bunu gözəl biləndən sonra mənim üçün proqramlaşdırmaq, OP dünyasında yazmaq olur həqiqətən də bayram. Mən istəyərəm klass dünyasından əlavə olaraq bir şeylə göstərim. Bəlkə də bu ana kimi heç yazmamısınız və yaxud da ki, qarşınıza çıxmayıb, göstərməyiblər. Amma bizlər həqiqətində, üstəlik də ki, memoryaya çox kömək olan bir məqamdır. Biz manipulyasiya edə bilirik, deməli, atributlarla və çox ciddi şəkildə işlər görə bilirik. Məsələn, mənim user adında klassım var, yenə də name age öz yerindədir və hətta gedib deyə bilərəm ki, user bir bərabərdir user, düzdürmü? Bu artıq bizim üçün bilinən bir məsələdir. Deyək ki, name Hafiz, yaş məsələn 33, düzdürmü? Və gedib əslində print, bu saat desəm ki, user bir nöqtə name run eləsəm, Hafiz gələcək. Əla. Bir də var ki, mənə Python proqramlaşdırma dili icazə verir ki, obyektə əlavə olaraq özüm də elə deyək ki, yol boyu olmadısa özüm əlavə bir atribut yazım. Niyə də yox? Məsələn, fikir verin ki, user bir nöqtə login, düzdürmü? Bərabərdir. Gəlin deyək ki, Hafiz 55. Belə bir şey yazıram. Düzdürmü? Və gedib hətta bunu soruşa da bilərəm. Gəlin deyək ki, ey user 1, səndə login adında atribut yarandı mı? Dəyəri nədir? User 1 nöqtə login. Və indi bu saat run eləmək istəyirəm. Hafiz 55 gəldi. Gəlməyinə gəldi də. Amma bugünün mövzusuna çox yaxındır deyə
bunu burada göstermeye çalışıram. Məsələ ondadır ki, bizlər hansılar olar, hansılar olmaz və nə qədəri olar siyahı olaraq deyə bilirik. Bunu slota ata bilirik. Hətta burada sizə göstərim ki, Dunder atribut var. Slots bərabərdir və burada artıq adını string olaraq tuple kimi verərəm. Name, düzdürmü? Bir fikir verin. İkisini yazdım və run edirəm. Artıq deyir ki, login var ha, tanımıram kimdir. Yəni özündə olanları tanıyır, amma havadan bundan qabaq onun icazə var idi axı. Python proqramlaşdırma dilində buna sərhəd yoxdur. Mən yarada biləm və alqoritmik olaraq buna ehtiyacım var. Problem deyil, amma bir də var ki, sən elə bir klass qurmusan ki, sən əlavə kənardan heç bir atribut yaratmağına şərait qurmursan. Hə, sən demə nə maraqlıdır. Bax, belə şeylər var. Mən buranı komment etsəm, run eləsəm bəlkə kimidir. Amma slotsa mən şərait qursam, da login işləməz. Və bu deməkdir ki, bura artıq bir, deyək ki, bağlı qutuda nə qədər demişəmsə, o qədər də olmalıdır. Əlavə atribut yarada bilmərsən. Mən güman edirəm ki, illər boyu gedən bu savaşın ən azı əsas məqamını göstərə bildim sizə. Haça mübahisəli məqam ondan ibarət idi ki, yoxdur da Python'da deyilənə görə enkapsulyasiya yoxdur. Bir çoxsu dediyim kimi mütləq bu pozisiyanı saxlayır, amma elə deyil. Enkapsulyasiya var və Python proqramlaşdırma dili ümumiyyətlə başqa dillərdən tamamilə fərqlənir. Bir çox gözəl və özəl imkanlarıyla və enkapsulyasiya necə təşkil olunur? Mən sizə göstərdim. Bizlər çox ciddi layihəmizdə bunları elə beləcə təşkil edirik. Başqa dildən gələn artıq bilir. Protected niyə yazır? Private niyə yazır? Amma təzə başlayan ən az bugün eşitdiklərindən və gördüklərindən anlayacaq. Hansı məqamda və hansı səbəblə protected yazsın aşağı xətt və yaxud da ki private yazsın 2 aşağı xətt. İstər atributa, istərsə də metoda. Çox maraqlı bir dünyadır və bunu gözəl bilmək lazımdır. Biz layihələrimizdə bunları təşkil edəcəyik və izahını da verəcəyik. Ona görə də Codecast kanalına abunə oluruq və eyni zamanda hər kəsi bu kanala dəvət edirik. Like və paylaşım. Həqiqətən də paylaşım çox edin ki, hər kəs biz barədə bilsin. Sağ olun, sağ salamat.